Bəy, birinci Allah səni xoşbəxt eləsin. Allah sənə can sağlığı versin. Sən qəhrəman oğlusan, həqiqətən. Sənin aton vətən uğrunda sinəsini qarşıya verib torpaqların 80%-ni qoruyub saxlayan igidlərdəndir. Bu gün sizlərin həyətində olmaq bizi bir qürurlandırır ki, sizin kimi qəhrəman ailənin həyətində olub və sizlərə xeyir dua verib, sizin kimi bəyləri çəkək paylaşaq. Xoşbəxt olasan, Allah səni var eləsin. Elman əmini gələn il bu vaxt sevindirəsən, Elman əminin adına bir ad gətirəsən, baba. İstərdim bir bəy kimi bir iki kəlmə sizin dilinizdən. Buyur. Subaylar üçün olsun inşallah. Allah subaylara da qismət eləsin. Elimizdə həmişə şənlik olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şükür Allaha ki, Qarabağ torpaqları da qaytardı bizdədir. Çox sağ ol, xoşbəxt olasan. Buyur qardaş. Mən də öz adımdan təbrik edirəm. Allah oğlu qızlı eləsin inşallah. Bir yastıqda qocalsınlar, xoş günləri daim olsun. Həmişə xeyir işlərinə yığışar. İnşallah. Təbrik edirəm mən də. Çox sağ ol, mən də öz adımdan, ailəmiz adından və Azərbaycan adından sən həqiqətən belə bir oğulsan ki, qəhrəman, igid atanın övladısan. Xoşbəxt olasan, ürəyində nə arzu var, öz xanımından o arzunun için olmağını mən də arzu edirəm. Xoşbəxt olasın. De bir iki kəlmə burada da. Çox sağ ol. Ağsaqqal çox mübarək deyirik. Belə deyim də, toylarda iştirak eləyəsən, bax belə toy toğlusu kəsəsən, qurbanı kəsəsən, biz də gələ sənin kimi ağsaqqalları çəkək, işıqlandıra. Bir xeyir dua. Allah canınızı sağ eləsin. Mənim qardaşımdır, o da qardaşım oldu. Onlara uzun ömür, can sağlığı arzu edirəm. Amin. Həyatda xoşbəxtlik, ondan sonra xoşbəxt olsunlar. Bəli, elə də olmalıdır. Çünki bu ailə elə bir ailədir, qəhrəman bir ailədir. Vətən uğrunda biri şəhid, biri isə sinəsini qarşıya verərək torpaqların azadlığı uğrunda bədəninin müəyyən hissəsindən keçir. Elman qardaşımız. Allah Elman qardaşımıza xeyir dua versin. Qardaşımız Elxanın da ruhu şad olsun. Amin. Allah ölənlər. Var olasın. Sağ ol. Allah canınızı sağ eləsin. Çox sağ ol. Təşəkkür. Var ol. Dəyərli izləyicilər, bax, üstə də bəzədilib. Bugün qəhrəman ailəsidir. Bu qəhrəman ailəsidir ki, torpaqların dar, vətənin dar günündə silaha sarılıb bu ailədən iki qardaş, biri şəhid, biri isə qazi. Əlbəttə, belə ailələrdə olub iştirak etmək, çəkiliş etmək bizlərin borcudur. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Dediyim kimi, gözəl, dəyərli izləyicilərim, hamımızdan xahiş edirəm, bizimlə qalın, izləmədə olun. İrəliləyən dəqiqələr, irəliləyən saatlar gözəl bir toy axşamını sizlərə çəkib göstərəcək. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Bayram, sizi belə gözəl gündə salamlayıram. O gün subaysansa, sən üçün olsun, evlisənsə, övladların üçün olsun. Bu gün həqiqətən gözəl bir ailənin nümayəndəsisən, gözəl bir nəslin nümayəndəsisən. Bax, o şəkildə duran sənin əmindir. Cansız şəkil olmağına baxmayaraq ruhu bizləndir. Bu gün bizdən hamıdan qabaq elə əmsi xeyir dua verib. Çünki şəhidlərimiz ölmür, vətən uğrunda canından keçib. Siz özünüz də 44 gün vətən müharibəsində bir veteran adına layiq görülən bir qəhrəmanımızsan. Veteranlara da canımız qurban, qarşılarında baş əyirik. İstərdim əmin oğluna sənin öz dilindən gözəl bir xeyir dua. Əvvəla bütün Azərbaycan şəhidlərin Allah rəhmət eləsin. Amin. 4 günlük 92-də döyüşənlər, əmim İlxan Əhədov 92-ci ildə döyüşənlər şəhid olub. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin, əmim də daxil. Elman əmim də Qarabağ veteranı. Gün əmim oğlunun toyudur. Allah bütün subaylara qismət eləsin. Amin. Allah mənim əmim oğlunu da xoşbəxt eləsin. Amin. Çox sağ ol. Subay sən evli? Mən evliyəm. Ay maşallah. Övladların üçün olsun. Allah sənə də can sağlığı versin. Gözəl qardaş. Allah mübarək eləsin. Çox gözəl bir möhtəşəm toy günüdür. Bu günləri həqiqətən də qəhrəmanların ailəsində bax belə gözəl günlərin çəkib işıqlandırmaq boynumda olan borc kimi özümə borc bildim gəlib iştirak edir. Hətta burada bizim Fərhad dayımız da gözəl bir insandır. Bizim Biləsuvarımızın fəxrli insandır. Bax bu günləri Fərhad kişi özünə borc bilib biz də onunla bir yerdə gəlmiş. Fərhadam həmişə belə günlərdə, belə yerlərdə sizinlə olmaq bizim üçün qürurludur. Var olasan deyirəm. Allah səni var eləsin. Sən özün bilirsən, mən bütün tədbirlərdə iştirak edirəm. Lakin Elmanın bu xeyir işində mən dünyanın o başında olsaydım gələrdim. Sən bilirsən gələrdim. Bəli, bəli. Elmanı çox sevirəm. Elman bir qəhrəmandır. Elman, indi gördüyün Elmandır. Sənə bayaq dedim ki, Elman la boy deyil. Yəni Rafi, Elman, rəhmətlik
Qədir. Çox uşaqları saymaq olar. Onlar hər biri milli qəhrəman idi. Mən onları görmüşdüm. Hətta mən restorana da onlara bağışlamışdım. Gəlirdilər, gedirdilər, dincəlirdilər. Necə sənin, onların da arxasında durmuşdum, maliyyə cəhətdən. Mənə də ermənilərə vurmağa qoymurdular. Vayno brangilet geyirdirlər qabağımda dururdu. Allah səni var. Nadir vardı, Kaşen deyirlər. O leytenant deyədən məni qoruyurdu. Yəni Elman Qəhrəmanımız, bir sözlə qəhrəmanımız. Qəhrəman deyəndə o meşəlikdə, bu Bakının meşəliyində tanımadığımız yerlərdə bunlar can qoyublar, güllə yeyiblər nə qədər. Sinələrin gülləyə şüşləyiblər ki, qız gəlimiz ələ keçməsin. İndi bəziləri bitər baxır bizə. Misal, elə dedi. Baxmaqla deyil, əsas Allah odur. mübarək eləsin. Biz həmişə belə yerlərdə iştirak eləyəcəyik. Çox sağ ol. Kim nə danışır, özü üçün danışır. Var olasan, həmişə toylarda. Sağ ol. Bax bu günləri bizim qəhrəmanımızın ocağında gəlin maşını bəzədilir. Hal-hazırda irəliləyən saatlarda, irəliləyən dəqiqələrdə gəlin maşını inşallah şəhidlərin ziyarət edərək Allahın köməyi ilə Şadlıq sarayına yola düşüləcək. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Allah ordumuzu qorusun.